Salam dəyərli yoldaşlar, mən bugün sizə danışacağım Azərbaycan Respublikasının Milli Məclisinin deputat seçilməsi üçün tələblərdən. Azərbaycan Respublikasının Milli Məclisinin deputat olmaq üçün yalnız və yalnız iki tələb nəzərdə tutulur. Bunlardan birincisi, Azərbaycan Respublikasının vətəndaşı olmalı, ikincisi isə seçkilərdə iştirak etmə hüququna malik olmalı. Cəmi iki tələb nəzərdə tutulur. Bəzən bir çox hallarda, istər test imtahan mərhələsində, istər müsahibə mərhələsində sual variantı kimi qeyd edirlər ki, İki il vətəndaşlığı olmayan, ali təhsili olan və yaxud da cinayətə görə məhkum olunmayan, ağır cinayətə görə məhkum olunmayan, biz bunların heç birinin cavab variantı kimi qeyd edə bilmərik. Çünki deputat seçilməsi üçün yalnız və yalnız iki tələb var. Bir, seçki hüququ olmalı. İkincisi, Azərbaycan Respublikası vətəndaşı olmalı. Ağır cinayətə görə məhkum olunmamalı, iki il vətəndaşlığı olmamalı. Bunlar isə yalnız və yalnız məhdudiyyət kimi nəzərdə tutulur. Test imtahan mərhələsində düşdə sual kimi tələb hansıdır? Bayaqçı qeyd etdiyimiz iki şahı nəzərdə tuta bilərik. Bu qədər.